Hər kəsin qəsdindən aşıqlıq keçir, qarşı gəlsin, edək cəngi qış haqır. Dəli könül dərya təki çalxanır, qeyzə gəlir xoş ahəngi qış haqır. Bir ustad kəlamından başlayaq, inşallah işimiz avamda olsun. Əzəl səni yad elərəm, sən təki Mövlaya şükür. 5 dəfə üz döndərib əmr edən qibləyə şükür. Ol Həbibim Məhəmmədi şəfayətçi göndərdin, biz günahkar asi üçün salıbsan dünyaya şükür. Necə səni yad etməyim yoxdan bizi var edən, mömin üçün 8 cənnət, kafir üçün nar edən, bu dünyada olmaz xəcil, həzrətindən ar edən, yetmək olmaz hikmətinə, dönübdü dəryaya şükür. 7 qat yer, 7 qat göy, yaradıbsan qaf, tur, hökmünə boyun verir inscil marmur, sər sevdalı bir bəndiyəm, etmə xudam biyabır, səbr eləyər molla cümə, verdiyin bəlaya şükür. Bu günümüzə şükürlər olsun, çox xoş gəlmişsiniz. Aşıq yaradıcılığı xalqın ürəyindən qopan səsdir. O səs ki, əsrlər boyu sazın simlərində titrəyərək tariximizi danışıb, qəhrəmanlarımızı yaşadıb, sevgimizi və dərdimizi dinləndirib. Aşıq sənəti sadəcə musiqi deyil, bu ruhun danışığıdır. Bir aşıq səhnəyə çıxanda əlindəki saz adi bir alət olmur. O saz danışır, xatırladır, düşündürür. Aşıq olub tərki vətən olanın, əzəl başdan pür kəmalı gərəkdir. Oturub durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdir. Hər qoşma bir taledir, hər gəraylı bir duyğudur. Koroğlu dastanında igidlik, əsli və kərəmdə saf məhəbbət, Aşıq qəribdə sədaqət yaşayır. Aşıq həm şairdir, həm bəstəkar, həm də aktyor. O, sözü ilə insanın qəlbinə yol tapmağı bacarır. Aşıq məclislərinin ən maraqlı anı isə bədahətən deyilən şeirlərdir. Ay Şeyda, bəli. Bir iki kəlmə gözəlləmə desənə. Yox, yox, bacarmaram mən. Oxuyacaqsan, başını. Bacarmıram. Bax, indi yaxşı çalıb oxuya, başını. Al, çal. Ölməyəsən, apərişən, işin gücün çalıb oynamaq olacaq. Benim çatır dindirmeyin Hazarət. Benim çatır dindirmeyin Hazarət. O an düşüncə ilə söz yarışır, zəka ilə duyğu birləşir. Sözün gücü burada öz zirvəsinə çatır. Çünki aşıq üçün söz silahdır, körpüdür, işıqdır. Bu gün də aşıq sənəti yaşayır, səslənir və yeni nəslə ötürülür. Çünki xalq öz kökündən ayrı düşə bilməz. Sazın səsi kəsilsə, tarix susar. Bu sənət bu gün də yaşayır, inkişaf eləyir və qorunur. Onu yaşadan isə milli dəyərlərə bağlı olan sözə və sənətə qiymət verən insanlardır. Reportaj aldığımız Elməddin Məmmədli də məhz aşıq sənətini yaşadan, ona dəyər verən və bu mədəni irsin qorunmasına töhfə verən insanlardan biridir. O aşıq yaradıcılığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq bu sənətin daim yaşadılmasının əhəmiyyətini xüsusi qeyd edir. Mən Məmmədov Elməddin Mahiroğlu 1982-ci ildə Tovuz rayonunda anadan olmuşam. Ancaq uşaq yaşlarından Sumqayıt şəhərində köçmüşük, yaşamışıq. Elə bu oturduğumuz məkanda mən uşaqlıqdan saza gəlmişəm. Sumqayıt şəhərində orta məktəbə getmişəm. Sumqayıt şəhərindən ali məktəbə qəbul olmuşam, belə deyək. Aşıq sənəti mənim üçün çox müqəddəsdir. Üstadlardan Şah İsmail Xətainin bir sözü var, deyir, bugün ələ almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım. 4 şey vardır bir qarandaşa lazım, bir elm, bir kəlam, bir nəfəs, bir saz. Bu saz haqqında deyilmiş ən gözəl sözlərdən biridir. Məndə də, mən məsələn, gün ərzində saz çalmayanda elə bilirəm o günüm hədər keçdi. Bu qədər, yəni sazla, sözlə məşğul olmayanda elə bilirəm ki, o günüm heyf oldu. O günə açığı heyfim gəlir ki, bu günüm sazsız keçdi.
Seninki saç çalmaq deyil. Ay Hüseyin, seninki saç çalmaq deyil. Ayrı aləmdir, nədirsən? Sinən üstdən qopan haray, dəxtdir, ələmdir, nədirsən? Belə ürək ki var səndə, alışıb yanarsan gündə, can haqalmaz eşidəndə. Haradır, kimdir, nədirsən? Ah, bu qara saz, könüllər yaxmaqdan doymaz. Ehtiramda tar qoymaz, rahat bilsindir, nədirsən? Rəhmar olsun. Günlərin bir günü bir qohumumuzun evinə aşıq gəlmişdi. Bu aşıq o qədər gözəl çaldı, oxudu ki, təbii ki, hamı kimi mən də bunun səsinə, avazına, sazına heyran oldum. Və evə döndükdən sonra ailəmizdə məsləhət oldu ki, məni saz sinifinə qoysunlar. Və təbii ki, bu məni çox sevindirdi. O günü deyək ki, elə səhərsi məni gətirdilər saz məktəbinə və mən saz çalmağı, söz oxumağı öyrəndim. Bu mənim hardasa bir uşaqlıq arzum idi, belə deyim. Təbii ki, bəlkə bir çox uşaqların da elə bir oyunları olub, bir taxta parçasına, belə deyək ki, sim qoşub, onu saz kimi çalardım mən uşaq vaxtı. Artıq məni valideynlərim saz sinifinə qoyanda bu mənim üçün göydən düşmə çox sevindirici bir hal oldu. Ən yadda qalan ifam mənim üçün Türkiyədə olmuşdu. Türkiyədə Kayseri şəhərində Aşıq Seyrani festivalında yekun konsert idi. Artıq festivalın bağlanışı idi, belə deyim. Ona kimi bir neçə dəfə o festival boyunca çıxışlarımız olmuşdu. Mən ən sevdiyim havalardan biri olan, bəlkə də birincisi olan Ruhani havasını orada elə yekun konsertə saxlamışdım. O ruhani havasını ifa elədim. Bugünkü gün kimi yadımdadır. Ustad Molla Cuman Ustadnaməsi ilə başlamışdım. Onu bitirdikdən sonra keçdim ifaya.